Askon Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasının uzun müddətli modernləşdirmə strategiyası çərçivəsində yeni Airbus E320 Neo tipli sərnişin təyyarəsini hava gəmiləri parkına əlavə edib. Azal donanmasına yeni Airbus A320 Neo təyyarəsini əlavə edib. A320 Neo təyyarəsində rahatlıq, səmərəlilik və ekoloji yanaşma bir aradadır. Müasir təyyarə sərnişinlərə ən yüksək komfort təqdim etməklə yanaşı aviaşirkətin əməliyyat səmərəliliyini artırır və ətraf mühitə təsiri minimuma endirir. Təyyarənin müasir interyeri, geniş və işıqlı salonu həm biznes, həm də ekonom sinif sərnişinləri üçün komfortlu və zövqlü səyahət vəd edir. Təyyarədəki texnoloji yeniliklər arasında sürətli və dayanıqlı internet bağlantısı xüsusi yer tutur. Biznes sinifi sərnişinləri və Azal Miles proqramının statuslu üzvləri bu xidmətdən tamamilə ödənişsiz yararlana biləcəklər. Airbus A320 Neo təyyarəsinin istifadəyə verilməsi strateji inkişaf baxımından mühüm mərhələdir. Bu müasir təyyarələr sayəsində Azal əməliyyat xərclərini optimallaşdırmaqla yanaşı regional aviasiya bazarında mövqeyini daha da gücləndirəcək. Bu addım Bakının Avropa ilə Asiya arasında yerləşən hava qovşağı statusunu daha da möhkəmləndirəcək və ölkənin tranzit potensialını artıracaq. Azal oktyabr ayının əvvəlində daha bir yeni Airbus A320 Neo təyyarəsini donanmasına əlavə edəcək. Ümumilikdə aviaşirkət 2032-ci ilə qədər 30-dan çox yeni təyyarəni istismara verməyi planlaşdırıb.